Crosstalk'un 4-cü buraxılışında hamınızı xoş gördük. Bugünkü qonağım Procter Gamble'ın kommersiya və marketinq direktoru Əliyar Hüseynovdur. Əliyar, xoş gəlmisiniz. Çox sağ olun. Özümü televiziyada zaddalar. Aparıcı rəsmi açılışı onu oxşatdım. Necə gedir işlər? Yaxşı, çox sağ olun sizdən. Əliyarla podkastda gün təyin etmək üçün 1 ay əvvəlcən yazmışam. Yəni ona görə bu mənim üçün çox dəyərlidir. Çox sağ ol vaxt ayırdığın üçün, dərs verib gəldiyin üçün. Sürətli şəkildə suala keçmək istəyirəm. Yaxşı. LinkedIn profilə baxanda sadəcə bir dənə şirkət var, Procter Gamble. 12 il bir şirkət, 12 ildə deyəsən. Hətta çoxdur, 12 ildən çoxdur. 12 ildən çoxdur. Bu qədər uzun bir müddət bir şirkətdə işləmək, ən aşağıdan başlayıb kommersiya və marketinq direktoruna çatmaq asan bir məsələ deyil. Olubmu ki, hansısa bir situasiyada deyəsən ki, yox, dayanım və yaxud yox, mən burada gedəcəm. Bunu aça bilərsənmi bu təcrübəni? Mənim tanışlarım hansılar ki, məni çoxdan tanıyırlar. Onlar məndən görüşəndə həmişə sual verirlər ki, sən hələ də şirkətdəsən. Deyirəm ki, şirkətdəyəm. Eyni şirkətdəsən, deyirəm, eyni şirkətdəyimdir. 10 il oldu, deyirəm ki, yox, 12-ni keçdi artıq. Yəni elə bir şey olur. Yəni insanlarda bir sual yaranır ki, nəyə görə sən bir şirkətdə uzun müddət qalasan? Həqiqətdə də burada sadəcə olaraq çox vacibdir başa düşmək ki, biz nə eləyirik? Yəni biz nə ilə məşğuluq? Məsələn, mən özüm düşünmürəm ki, mən 12 ildir eyni şirkətdəyəm. Mən 12 ildir tamamilə fərqli şirkətlərdəyəm. Tamamilə fərqli brendlərlə çalışırsan, fərqli ölkələrlə çalışırsan. Burada əsas brend və ölkə kombinasiyasının qurulmasıdır. Yəni biz onları birləşdirəndə biz başa düşürük ki, əslində şirkət sayı çoxdur. Çünki bizim şirkətin çoxlu sayda brendi var və bizim regionda çoxlu sayda brendlə biz özümüzü göstəririk və istehlakçıları çalışırıq razı salmağa və bunlar hamısı fərqli şirkət kimi qəbul oluna bilər. Ona görə də kimsə məndən soruşanda ki, sən darıxmırsan, mən deyirəm ki, bizim darıxmağa heç bir günümüz olmur. Bu 12 il ərzində mən istəmişəmmi şirkətdən çıxmaq? İstəmişəm. Yəni həqiqətən istəmişəm. Olub 3-4 dəfə. O vaxt olub ki, mən darıxmışam. Yəni bizdə şirkətdə sən şirkətdən çıxmağa hazır olursan, o zaman ki sən darıxırsan. Sən bilirsən ki, sənin işin artıq yoxdur. Sən bilirsən, sən heç bir dəyər qatmırsan. Sənə lazımdır bir şeylər etmək, yeni bir şey etmək, nə isə dəyişmək və s. və hər şey çox sakitdir, hər şey çox yaxşı gedir. Bu çox təhlükəlidir. Yəni bu zaman iki bir şey yaranır. Ya şirkətdən çıxmalısan, ya da tətilə çıxmalısan. Mən həmişə tətilə çıxırdım. Mən həmişə deyirdim ki, mən tətilə çıxacağam. Yəni belə olanda mən çıxırdım tətilə. Özüm üçün istirahət eləyirdim və s. və tətildə artıq iş yenidən başlayırdı. Mən başa düşürdüm ki, mən yenə darıxmayacağam. Qayıdacağam işə. Yenə nəsə bir problem çıxacaq və s. Çünki bizim işimiz sadəcə olaraq yeni bir şey yaratmaq deyil. Yəni bizim işimiz hər gün hansısa problemi həll etməkdir. Gözəl. Yəni ümumiyyətlə istehlakçı, yəni FMCG sektoru özü elə bir sektordur ki, orada hər bir gün bir şey baş verir. Yəni sizin logistikada bir şey baş verə bilər, istehsalatda bir şey baş verə bilər, fabrikada bir şey baş verə bilər. Fərqli qanunvericilikdə bir şey baş verə bilər. Ümumiyyətlə reklamla bağlı ki, dəyişikliklər baş versin. Satışda bir şey baş verə bilər, kanallarda, satış kanallarında dəyişiklik baş verə bilər. Mən əminəm ki, FMCG sektorunda olan insanlar hamısı razılaşacaq bununla və bu heç vaxt istirahət etmirsən. Yəni hər bir zaman bir problem var və sən bu işin içindəsənsə, sən mütləq bilirsən ki, sən bu bir dəyişiklik, bu domino effekti kimi 100% təsir eləyir hər bir şeyə. Sən hər bir şeyin içərisində olmalısan və hər bir şeyi, bütün dəyişiklikləri hamısını öz işinə tətbiq etməlisən. Sən biraz işdə özünə iş yaradan əməkdaşlardansan deyəsən, yoxsa elə deyil? Mən düşünürəm ki, bizim şirkətdə buna o qədər də ehtiyac olmur.
Çox. Çünki Sağ olsunlar. bizim işimiz həmişə var. Amma əlbəttə çalışırsan bir yeniliklər, bir şey eləmək, yəni ki, bir yaxşı bir şey gətirmək nəyəsə ortalığa, amma əsas odur ki, bir dəyər qatsın. Yəni bir biznesə bir xeyri dəysin, eyni zamanda istehlakçıya bizim brendə çıxışını rahatlaşdırsın. Yəni əgər bu yoxdursa, görülən bütün işlər hamısı mənasızlaşır. Razıyam. Yəni hamısı sadəcə olaraq təsir dairəsindən asılıdır. Yəni təsir dairəsi nə qədər güclüdür, biz nə qədər buna təsir edə bilərik, nə qədər biz bunu yaxşılaşdıra bilərik. Əgər yaxşılaşdıra bilməriksə, yəni bu sadəcə olaraq bir başını qatmaq kimi bir şey olur ki, hansını ki biz etmək istəmirik həqiqətən də. Procter Gamble yəni dünyada brand managementin universiteti, məktəbi kimi sayılır. Yəni həqiqətən də brand marketinqin məncə məskəni oradır. Orada öyrəndiklərin sənin ümumi fəaliyyətində, gördüklərində və ya ümumiyyətlə onun təsiri oldumu, yoxsa sadəcə işin içərisində öyrənə getdinmi və ya sənə hansısa bir nəzəri bir dərs keçdilərmi orada? Mən əgər ümumiyyətlə şirkəti izah eləsəm, yəni mən düşünürəm ki, 3 aspektdən izah eləyə bilərəm ki, şirkət məni bir insan kimi necə formalaşdırıb. Nəyə görə insan kimi necə formalaşdırıb? Çünki mən həyatımın böyük hissəsini bu şirkətdə keçirtmişəm. Universitetdən çox, məktəbdən çox, hətta ailəmdən çox mən çox vaxtı şirkətdə keçirdirəm. Şirkətdəki insanlardan keçirdirəm. Və burada 3 əsas faktor var. Birincisi, şirkətin insanları işə alması. Yəni hansı insanları işə alması. Bu ən önəmli faktorlardan biridir. Mən özüm işə düzələndə mən şokdaydım ki, şirkət məni ümumiyyətlə işə alıb. Yəni nəyəsə görə təcrübə proqramını alıb və s. Çünki mən universitetdə kəsirləri olan bir insan idim. Yəni kəsirləri olan bir insan gəlmişəm. Məndən daha yaxşıları var, xaricdə oxuyan insanlar var və s. hamısı. Və həmin zaman belə bir şey oldu ki, mənə təklif gəldi ki, işə qoşul. Mən qoşuldum və iş zamanı mən qoşulanda mən düşünürdüm ki, məndən gözlənti olacaq ki, mən nəsə bilirəm. Mən də düşünürdüm ki, mən nəsə bilirəm. Bu qəşəng idi. Amma şirkətə qoşulanda mən başa düşdüm ki, mən heç bir şey bilmirəm. Və mən başa düşdüm ki, şirkətin məqsədi odur ki, mən heç bir şey bilməyim. Və məni sıfırdan başlasınlar böyütməyə. Ona görə də bizim şirkətin əsas yanaşması odur ki, biz universiteti bitirən kimi sırf insanları işə almaq istəyirik. Hətta universiteti bitirməmiş insanları təcrübə proqramı ilə işə almaq istəyirik ki, sonra biz onları böyüdək. Və işə alma prosesi də özü də çox maraqlıdır. Yəni mən hazırlamışdım özümü ki, bütün brendləri əzbər bilməliyəm. Mən Philip Kotler'i əzbər bilməliyəm, bütün formulaları əzbər bilməliyəm və s. Heç bir intervyu prosesində mənə heç bir belə bir sual verilmədi. Hamısı ancaq sırf şəxsi keyfiyyətlərlə bağlı suallar idi ki, sadəcə olaraq кейslər idi. Soruşulurdu ki, belə bir şey oldu, siz nə etdiniz? Belə bir şey olsaydı siz nə edərdiniz? Bu olsaydı nə edərdiniz? Bu oldu, nə etdiniz və s. Biraz danışın bizə, detallı və s. Məni sevindirən həqiqətən odur ki, şirkətdə biz şirkətə insanları alanda mən hal-hazırda özüm rekrutmentdan məşğulam və sevinirəm ki, bizdə yəni kadrlar şöbəsi ümumiyyətlə işə alma prosesində qoşulmur. Onlar olmurlar. Yəni hamısını şöbə müdirləri eləyir. Yəni hər şey onların öhdəliyinə buraxılır ki, siz almalısınız işə insanları. Və ən sevindirici hal nədir ki, məsələn, ki biz işə alanda insanı, biz çalışırıq insana hansısa bacarıqlarına görə
onun keçmişinə görə, universitetdəki uğurlarına görə, məktəbdəki uğurlarına görə təşkil yox, ümumiyyətlə onun şəxsiyyətinə görə işə alaq. Yəni bu insan bir şəxsiyyət olaraq mənə uyğundur yoxsa yox? Şirkət olaraq. Hətta pozisiya yox. Yəni biz pozisiyaya heç vaxt insan almırıq. Vəzifəyə görə insan almırıq. Yəni bizə maraqlı deyil ki, bu insan işləyəcək marketinqdə, bu insan işləyəcək satışda, bu insan işləyəcək logistikada və ya maliyyədə və s. Biz sadəcə olaraq insanı almaq istəyirik şirkətə və şərt qoyulur ki, siz şirkətə uyğun insanı gətirməlisiniz. Çox qəşəng yanaşmadır. Və biz o yanaşma ilə gəlirik və ona yanaşma ilə insanları seçməyə çalışırıq. Yəni ola bilər ki, məsələn, kimsə gəlsin, daha yaxşı ingilis dilində danışsın. Kimsə gəlsin, universitet uğurları daha yaxşı olsun. O heç bir halda göstərici deyil. Xaricdə oxuması heç bir göstərici deyil. Mən xaricdə oxumamışam. Məsələn, mən oxumuşam yerli universitetdə kəsrlərlə. Və eyni zamanda mən bilirəm ki, mən seçiləndə var idi ki, xaricdən universitetdən dövlət proqramı ilə ərizə vermiş insanlar ki, hansılar ki, keçmədilər və mənim seçilməyim həqiqətən məni şoka salmışdı ki, mən nəyə görə seçilmişəm? Mən niyə varam ümumiyyətlə bu şirkətdə? Onların məqsədi nədir mənə qarşı? Yəni bu düzgün insanları seçmə məsələsidir. İkinci disiplindir. Həqiqətən disiplin. Və disiplin deyəndə nədir? Disiplin ümumiyyətlə geniş bir anlayışdır. Belə deyək, geniş anlayışdır. Amma kadrlara gəldikdə disiplin nə deməkdir? Məsələn, mənim ondan çox menecerim olub, ondan çox müdirim olub. Və onların 10 nəfərdən 9-u Azərbaycanda heç vaxt olmayıb. Yəni mən onlarla heç vaxt yan-yana çalışmamışam. Biz həmişə uzaqdan çalışmışıq. Həmişə mail üzərindən, fərqli platformalar üzərindən əlaqədə olmuşuq və heç vaxt elə bir şey olmayıb ki, mən onlarla gedim bir vaxt keçirim, bir görüm, danışım və s. Yəni digər üstünlüklər olub o komandadakı, əlbəttə ki, onlar menecerlə, müdirlə yaxında olublar, amma mən olmamışam. Burada əsas disiplin deyilən bir şey nədir? Bir, sənin direktorun, sənin müdirin həmişə sənin nümunəndir. Yəni nümunə nə mənada nümunədir? Yəni sən bilirsən ki, sənin aldığın yanaşma öz müdirindən, direktorundan, sən bu eyni yanaşmanı öz işçilərinə aşılayacaqsan. Yəni eyni bir şey onlara qarşı olmalıdır ki, onlar da bu formada böyüsünlər. Və şirkət elə bir mühit yaradır ki, bu disiplindən kənara biz çıxmayaq. Yəni müdirin danışdığı bir şey olsa, onun gördüyü bir şey fərqli bir şey olsa, bu artıq uzlaşma yaratmır da. Yəni bu artıq pozur, bütün hər bir şeyi pozmuş olur. Əsas odur ki, biz bunu həm o yanaşmada, həm də sözlərdə biz görək və ən əsası odur ki, biz inanaq, öz müdirlərimizə inanaq. Yəni əsas inamdan başlayır. Məsələn, mən həmişə müdirlərimə inanmışam. Olubmu ki, heç qəbul eləməmisən, etiraz eləmisən hansısa menecerlə? Olub, mən geriyə baxanda bu müdirlərə, bunlarla hələ də mənim yaxşı dostluq əlaqələrim var. Yəni onlar heç biri bir-birlərinə oxşamırlar. Hamısı şəxsi və yəni şəxsiyyət olaraq çox fərqli insanlardılar. Fərqli həyat baxışları var, fərqli istəkləri var. Tamamilə heç bir şey onları bir-birinə oxşar etmir. Şirkətə gəldikdə onlar hamısı oxşarlaşır. Çünki yanaşma oxşarlaşır. Yəni o məqamda ki, sənin fərqliliyin o demək deyil ki, sən şirkətə uyğun deyilsən. Yəni sənin müdirin belə onu qəbul eləyir. Mənim indi də məsələn işçilərimdə var o. Mən görürəm ki, bu insan mən gördüyüm ideal bir istədiyim işçi deyil. Bu insan həmişə etiraz eləyir, həmişə istəmir bunu, narazıdır.
Amma bu insan, mən bütün şəxsi ona yanaşmalarımı kənara qoyanda mən başa düşürəm ki, bu insandan yaxşı bu işi görən heç bir kəs yoxdur. Hə. Yəni bizim yanaşmamız həmişə o olmalıdır. Ki işlə şəxsini qarışdırmayaq. Heç bir şey, yəni şəxsi bir yanaşma heç bir təsir etməməlidir ki, biz gələcək liderlərin qarşısına almayaq. Çünki bu fərqli liderlərdir. Biz məcbur deyilik özümüzə oxşar liderlər yaratmağa. Biz fərqliyik. Bizim işimiz sadəcə olaraq düzgün liderləri yaratmaqdır. Onlar gəlir, onlar fərqli ola bilər, fərqli olmalıdır. Çünki onlardan sonra gələn insanlar fərqli olacaq. Məndən qabaqki insanlar da fərqli idi. Əsas məsələ bizim gördüyümüz işə, bizim prinsiplərə, dəyərlərə, onları paylaşırsa bu insan, deməli bu doğru insandır. Biz bu insana götürməliyik. Bu insan bizimlə olmalıdır. Bu insan mütləq buna layiqdir. Və heç bir halda bu insan məndən fərqlənirsə, məsələn, mən hansısa futbol komandasına dəstəkləyirəmsə, o dəstəkləmir. Mən bunu istəyirəmsə, o bunu istəmirsə, mən bunu təşviq eləyirəmsə, o bunu təşviq etmir və s. Bunları kənara qoyduqda biz baxırıq ki, bu insan necə bir Sənin işçidir. üçün əsas dəyərlər nələrdir? Önəm verdiyin və yaxud Mənim dəyərlərimlə şirkətin dəyərləri üst-üstə düşür. Çox. Ona görə, yəni çox düşür deyəndə ki, tamamilə düşür. Ona görə mən artıq 12 ildən çoxdur eyni şirkətdəyim. Burada əsas sən qırmızı həddin nədir misal üçün? dürüstlük və düzgünlükdür. Biz ona həmişə deyirik. Və burada əsas məsələ təkcə işləri düzgün və doğru etmək deyil. Yəni biz düşünürük ki, hər zaman ən vacib bir şey işləri düzgün və doğru etməkdir. Amma bu elə deyil. Əsas məsələ doğru və düzgün işlər görməkdir. Çünki bunlar tamamilə fərqli bir şeylərdir. İşləri düzgün və doğru görmək bu performansdır. Yəni bu insanın bir performansına bağlı bir şeydir. Yəni sən onu yaxşılaşdıra bilərsən. Sən onu böyüdə bilərsən. Sən insanları təlimlərə göndərə bilərsən. Sən insanlara oxu materialları verə bilərsən. Sən insanlara deyə bilərsən ki, bu insanlarla danışın, təcrübə qazanın və s. təcrübə qazanın və s. Amma doğru və düzgün qərarlar vermək, bunlar ən birinci rekrutment hissəsindən, işə alma prosesindən gəlir. Bu şəxsiyyətə bağlı bir şeydir sırf. Çünki ola bilər ki, doğru və düzgün qərar çox ağrılı bir nəticə ilə sonlansın. Yəni sən bilirsən ki, mən bunu qəbul etsəm, mən bunu etsəm, mənim işlərim uzanacaq. Kampaniya gecikəcək. Bütün mənim əməyim gecikəcək, bütün gördüyüm işlər gecikəcək, hər bir şey gecikməlidir və s. Və bu çox uzun prosesdir və kifayət qədər çox vaxt alacaq. Amma bu doğru və düzgün qərardır. Və biz də həmişə deyirik ki, bu nə qədər ağrılı olsa da, biz indi asan, sonra ağırdan çox dəstəkləyirik ki, olmalıdır. İndi ağır və çox çətin, amma sonra çox asan. Yəni onu seçmək lazımdır. Ona görə doğru və düzgün qərar birinci ondan başlamaq lazımdır və ayırmaq lazımdır ki, doğru və düzgün işləri seçmək o daha önəmlidir. Nəinki sadəcə olaraq işləri doğru və düzgün görməkdən. Sizin prinsip sadədir. Siz marketinq öyrətmirsiniz. Yəni marketinq bilməyənə marketinq öyrətmək asandır, amma yaxşı insan olmayana yaxşı insan olmağı öyrətmək çətin məsələdir. Elədir. Əgər daha doğrusu üçüncü sualım odur ki, təkcə Azərbaycanlarla işləmirsən və yaxud təkcə Azərbaycan bazarı ilə də işləmirsən. Mənə görə multi culture-la işləmək, fərqli mədəniyyətlərlə işləmək ayrıca bir effortdur. Faktiki olaraq bugün həm Azərbaycan, Gürcüstan, Özbəkistan, Mərkəzi Asiya hər biri fərqli düşüncədə, mədəniyyətdədir. Bunları idarə etmək nə qədər çətindir və yaxud ümumiyyətlə bundan bağlı hansı təcrübələr sizə ötürürlər və yaxud vahid bir yanaşmada hamıya tətbiq edirsiniz? Buradakı gördüyünüz işlər nələrdir bəs? Məncə birinci başlamaq lazımdır empatiya ilə. Yəni onunla ki, mən
Tutalım ki hər hansı bir marketinq kampaniyası eləyirəm. Azərbaycanda, Gürcüstanda, Özbəkistanda və ya Monqolistanda əsas 4 marketdir bizim etdiyimiz böyük marketinq kampaniyalar və birinci əgər mən Monqolistan üçün bunu eləyirəmsə, mən özümü qoymalıyam Monqolistanda yaşayan insanın yerinə. Hansı ki, ailəsi var, bəlli bir işdə çalışır və bir işlər görməlidir. Yəni deyirəm ki, okey, mən qazanmaq istəyirəm. Məsələn, tutalım mən bu insanı istəyirəm ki, bu insan mənim brendimi alsın. Amma mən başa düşməliyəm ki, bu insan nəyə görə mənim brendimi seçməlidir? Mən nə verirəm bu insana? Yəni fərqli bir şey nədir ki, bu insan məni seçməlidir? Ümumiyyətlə bu ölkələrə gəldikdə, Azərbaycan daxil, tamamilə bir-birindən fərqli ölkələrdir. Fərqli mədəniyyətlərdir. Dünya görüşü fərqlidir. Yəni hər bir şey, yəni düşüncə tərzi belə fərqlidir. Mən şirkətə gələndə, məsələn, mənim ağlımda o idi ki, biz bir millət, iki dövlət kimi biz Türkiyənin eyniyiik. Mən başladım ki, biz tamamilə fərqliyik. Biz tamamilə fərqli düşüncə tərzində olan insanlarıq. Yəni biz eyni hansısa dəyərləri paylaşa bilərik və bu çox normaldır. Amma biz bu dəyərləri Özbəkistanla da paylaşa bilərik. Biz bu dəyərləri Monqolistanla da paylaşırıq və Avropa ilə də paylaşırıq. Sadəcə olaraq istehlaka gəldikdə, yəni istehlak davranışlarına, təcrübəsinə insanlar çox fərqlidirlər. Əlbəttə, olacaq elə bir ölkələr ki, bizdən eyni olsun. Təbii ki. Bu ölkələr Cənubi Amerikada ola bilər, bu ölkələr Afrikada ola bilər. Amma məcbur deyil ki, eyni regionda olsun. Eyni regionda qonşu ölkələr tamamilə fərqli ola bilərlər. Biz bunu Avropanın özündən görürük. Yəni Avropada ölkələr bir-birlərinə sərhəddirlər, 44 ölkə birlikdə və s. amma biz bilirik ki, onlar tamamilə fərqlidir. Eyni şey bizdə də, yəni tamamilə fərqliyik. Biz Gürcüstandan tamamilə fərqliyik, Özbəkistandan fərqliyik, Monqolistandan fərqliyik. İndi gəldikdə ki, ona ki, biz bunlara yanaşmamız necədir? Biz çalışırıq birincisi maksimum istehlakçını başa düşməyə. Data yığmağa, başa düşməyə ki, istehlakçımız kimdir? Ümumiyyətlə, nə istəyir həyatdan? Yəni, davranışı nədir? Seçimləri nədir? Bu seçimlərə təsir edəcək şeylər nədir? Yəni, nəyə görə insan bunu seçir? Nəyə görə insan bunu istəyir? Bunları başa düşdükdən sonra bütün marketinq kampaniyası, bütün kommersiya kampaniyası, bütün görülən işlər, hamısı artıq ona uyğunlaşdırılır. Brendin strategiyası dəyişmir. Eyni qalır. Heç bir brendin strategiyası dünya üzrə dəyişmir. Onlar eynidir. Sadəcə olaraq onların icrası ölkəyə görə, onlar artıq fərqlənir. Çünki Azərbaycan istehlakçısı başqa bir şey gözləyə bilər, tutalım bizim brenddən. Amma Gürcüstanda istehlakçı tamamilə fərqli bir şey istəyə bilər və bu çox normaldır. Qeys verə bilərsən nümunə? Yəni fərqləndirmək üçün mədəniyyətləri. Məsələn, Gürcüstanla bağlı danışsaq, mən onlardan gələcəm. Gürcüstanda uşaq üçün ayrılan vaxt, dəyər, uşaq üçün xərclənən pul ən dəyərli bir hissədir insan həyatının və ailələrin. Yəni, insanlar hər bir şeydən kəsə bilərlər ki, uşaqları üçün ən çoxunu xərcləsinlər. Ən yaxşısını versinlər. Ona görə bizim brend üçün rahatdır orada danışmaq. Çünki biz bilirik ki, biz bu insanların artıq bir nəzər nəzərində varıq. Onlar bizi görürlər haradasa. Bizə sadəcə olaraq seçilməyə lazımdır ki, mən bu istehlakçıya deyim ki, mən burada varam, mən sənin gözləntilərini qarşılamağa hazıram və hətta bunları üstələməyə hazıram. Sən bu pulu xərcləsən peşman olmayacaqsan. Məsələn budur.
Özbəkistan istehlakçısı onunla fərqlidir ki, onlar yaxşı mənada acdırlar. Çünki bazara çox şey girməyib, marketə çox şey girməyib, ölkəyə çox bir şey girməyib və hal-hazırda marketə girən hər bir yenilik onlar üçün bir maraqdır Wow. və onlar bunu görmək istəyirlər. Ona görə bizə hər bir yenilik gələndə biz düşünürük ki, məsələn, biz bunu hansı bazarda buraxaq? Yox. Daha oturmuş güclü bazarlarımız Azərbaycan, Gürcüstan, yoxsa yeni böyüyən bazar Özbəkistan? Biz dedik, okey, gəlin bunu Özbəkistanda test eləyək. Və biz gördük ki, orada bu daha yaxşı çalışır. Çünki geri dönüş daha güclüdür orada. Yeniliyə daha çox arzudur. Çünki yeniliyə açıqdılar, istəyirlər görməyi, hər bir şeyi test eləməyə hazırdılar. Mən əminəm ki, orada kiminsə evinə getsək, ki biz bunu eləmişik. Siz orada bir 4-5 yucu vasitəsi görəcəksiniz. 4-5 şampun görəcəksiniz. Hansını ki bir insan istifadə edir. Fərqli. Fərqli. Sadəcə olaraq fərqli biz buna different occasions deyirik. Yəni fərqli situasiyalarda hansı şampunu istifadə eləsin. Fərqli durumlarda nə istifadə eləsin. Qonaq mı gedəcək insan, yoxsa evdə olacaq? Dostlarından görüşəcək. Bunlar hamısı bütün davranışlara təsir eləyir. Çox maraqlı. Eyni bir şey də Azərbaycandadır. Yəni biz də tamamilə fərqliyik. Yəni seçimlərdə mən qeyd etdiyim misallarda biz çox fərqliyik. Yəni bizim üçün məsələn hansısa bir brend məhsul çox önəmli ola bilər ki, biz deyirik ki, okey, mən bunu heç vaxt kompromisə getməyəcəm. Bu mənim üçün çox önəmlidir. Tutalım yuyucu vasitə. Mənim üçün çox önəmlidir. Mən yuyucu vasitədə həmişə eyni brendi istifadə edəcəm. Amma Gürcüstana gəldikdə biz görə bilərik ki, yox, belə deyil. İnsanlar fərqli yuyucu vasitəsi istifadə edə bilərlər. Çünki bu situasiya və bu yanaşma onlar üçün o qədər də önəmli deyil. Yəni o qədər vacib deyil ki, sənin süfrən ən təmiz olsun dünyada İşte. və ya pərdən ən ağ Ağ olsun və s. Bizim üçün o önəmli ola bilər. Bizim üçün. Onlar üçün önəmli deyil. Yəni bu formada insanlar bir-birlərindən fərqlənirlər. Yəni bu fərqlilikləri, bu insight-ləri anlamaqla ancaq biz onların gözləntilərini verə bilərik, gözləntilərini qarşılaya bilərik. Bizim brendlər bütün bu gözləntiləri qarşılayır, bəli. Amma necə bunu onlara gətirmək, necə kommunikasiya etmək, hansı formada gətirmək, necə onları inandırmaq, bu artıq fərqli bir şeydir. Bu səni yormur. Yox, bu çox maraqlıdır. Bu əyləncəlidir əslində. Bu 4 fərqli şirkətdir. Yəni mən izah elədim 4 fərqli şirkətdir yəni. Sanki bu yalnız bir brend idi, 2 brend idi və 4 fərqli şirkətdir yəni. Bunlar tamamilə fərqli şirkətlərdir və biz hətta özümüzdə belə bir şey aşılayırıq ki, daxildə ki biz sanki bir konsultantıq. Bir konsultant kimi böyüyürük. Həqiqətən elədir. Çünki bu bizə imkan verir ki, hər bir şeylə məşğul olmaq. Eyni zamanda maliyyənin içərisinə girmək, eyni zamanda logistikanın içərisinə girmək, eyni zamanda istehsalatla danışmaq, formulalarla danışmaq, R&D ilə danışmaq. O qədər sahəni bürüyür ki, o qədər təzyiq, eyni bir proses, eyni bir şey eyni zamanda baş verir ki, ona görə mən öz həmkarlarımla danışanda ki, bəs siz işdən çıxandan sonra özünüzü necə hiss edirsiniz? Yəni başqa işə girəndə onlar həmişə deyir ki, bizim işimiz azı bir 30-40% azalıb. Rahat. İşimiz çox olsa da hamı üçün biz rahatlıq hiss edirik. Çünki bizim üçün iş azalıb. Biz o təzyiqdən çıxmışıq, çünki biz o təzyiqi görmüşük. Və biz o qədər spektr işi əhatə etmişik ki, o qədər sahə, kommunikasiyasından tutmuş, istehsalat, R&D və s. o qədər sahəyə girmişik ki, o qədər təcrübəmiz var ki, istənilən toplantıda, istənilən görüşdə, istənilən кейsdə, problemdə biz fikrimizi bildirə bilirik. Və bu bizə rahatlıq verir. Və bu sizin başınıza gəlir, yalnız 12-ci ildə yox. Bu elə başlayan kimi sizin başınıza gəlir. Yəni siz gəlirsiniz, siz bunu görürsüz, gözünüzü bununla açırsınız
Elə bununla da böyüyür. Yəni insanlar, kadrlar bununla da böyüyürlər. Olubmu ki, eləyər, misal üçün qlobaldan, yəni üst rəhbərlikdən deyiblər ki, misal üçün Özbəkistana bunu elə və yaxud Azərbaycan bazarı üzərində bunu tətbiq elə. Sən də lokaldan olaraq demisən ki, yox da bu burada işləməyəcək. Belə bir fikir ayrılığına düşmüsünüzmü heç? Ümumiyyətlə bizdə yanaşma strukturu ümumiyyətlə elə qurulub ki, biraz demokratikdir. Nə mənada? Yəni brend 100% bilir ki, brend əsaslar dəyişməyəcək. Heç bir yerdə. Yəni bizim region üçün verilibsə brend əsaslarımız eynidir, onlar dəyişməyəcək. Brendin strategiyası Avropada fərqli, Azərbaycanda fərqli ola bilməz. Bizim strategiya eynidir. Və bizim məhz departament olaraq işimiz ondan asılıdır ki, onunla bağlıdır ki, bizə olur təqdimat, göstərilir ki, sizin gələn il strategiyanız bu olacaq. Biz bunu eləmək istəyirik. Bizim yanaşmamız budur. Biz düşünürük ki, istehlakçı buraya gedir. Hal-hazırda getməyə bilər sizdə. Amma 2 ildən sonra gedəcək. Biz deyirik ki, okey, biz bildik, anladıq, başa düşdük. Bizə deyirlər ki, öz marketinizə görə bu strategiyanı doğru formada tətbiq edin. Hə, okey. Biz artıq o formada yanaşırıq ki, okey, biz deyirik ki, biz düşünürük ki, bunu belə etmək lazımdır. Düzdür, onlar razılaşmaya bilərlər qarşı tərəf ki, bu çox fərqlidir, istiqamət fərqlidir, strategiyanı pozur. Sonda biz razılaşırıq. Biz nəyəsə gəlib razılaşırıq. Ortaq bir məxrəcə gəlirik sonda və bu həm brendin strategiyasını pozmur, hansı ki, uzun vadədə biz bilirik ki, bu bizə gələcək. Və eyni zamanda da biz bilirik ki, bu indiki halda istehlakçının gözləntilərini qarşılayır və onları o qədər də stressə salmır. Yəni məcbur etmir bir şeyə ki, biz dəyişək. Biz bu dəyişikliyi, hər hansısa bir dəyişiklik gələcəksə, biz bu dəyişikliyi çox mülayim formada eləməyə çalışırıq ki, istehlakçının davranışlarını pozmayaq. Çünki ən çətin şey brend seçimi deyil. Ən çətin şey davranışın dəyişməsidir. Yəni biz davranışı dəyişə bilmiriksə, brend seçimi qalır ikinci sırada, yəni ikinci planda qalır. Yəni o qədər önəmli olmur. Elə sən deyən keçən sualım var. Ümumiyyətlə bu böyük büdcə ilə işləyən marketoloqlara şanslı marketoloqsan. Sənin işin nə var ki, böyük büdcən var, işin rahatdır, amma əslində böyük büdcə o deməkdir ki, böyük işlər görürsən və hər kiçik səhvin nəticəsi də, riski də böyük olur. Bununla bağlı nə düşünürsən? Yəni səncə böyük büdcə rahat işdirmi, yoxsa böyük büdcə böyük məsuliyyətdirmi? Bu %100 böyük məsuliyyətdir. Yəni ki, büdcə menecmenti başqa bir mövzudur. Yəni hər bir marketoloq və ümumiyyətlə, yəni məncə fərqi yoxdur hansı vəzifədə olsunsa insan, büdcə idarə etməsi vacibdir. Yəni onun prinsipləri və s. hamısı olmalıdır. Bu bir kənara qoyulacaq bir şeydir. İkinci məsələ büdcə olduqda nə etmək istəyirsən və s. bu o qədər önəmli olmur. Əgər fərziyyə doğru deyilsə. Yəni burada ən qorxulu bir şey büdcəni doğru xərcləmədin, səhv xərclədin məsələsi deyil. Düzgün fərziyyə ilə xərclədin yoxsa yox. Yəni mən büdcəni düzgün xərcləyə bilərəm. Tutalım mənim 5 milyon büdcəm var. Mən o 5 milyonu düzgün xərcləyə bilərəm, amma tamamilə səhv fərziyyə ilə. Və o deməkdir ki, mən fərqli bir istiqamətdə getdim. Düzgün xərclədim büdcəni, amma istehlakçıya düzgün çatmadım. Düzgün formada çatmadım və ya düzgün formada çatdırmadım öz kontentimi. Problem onda yaranır. Məsələn, mənim xatırlayıram ki, ilk illər başlayanda mənim çoxlu büdcə problemlərim olub. Yəni mən ya büdcəni çox xərcləmişəm, ya büdcəni az xərcləmişəm. Yəni hər zaman o problem olub məndə. Sonra mən onu düzəltməyə başladım. Başa düşdüm ki, okey, mən bunu necə edəcəm, hansı prinsiplərlə yanaşmalıyam və s. düzəltməliyəm. Və
sonradan yavaş-yavaş təcrübə yığa-yığa mən başa düşdüm ki, əsas bizim büdcəni birin-birə düzgün xərcləməyimiz deyil. Sadəcə olaraq düzgün yanaşma ilə, düzgün fərziyyə ilə xərcləməkdir. Və bu fərziyyə də necə formalaşır ki, məsələn, mən bütün məlumatların, datanın bir 70% məndə olmalıdır ki, mən bunu qəbul edim ki, okey, bu fərziyyə doğrudur. Bizdə bu belə anlayış var. Çox standart bir anlayışdır ki, 70% məlumat varsa, artıq qərar qəbul edilməlidir. Çünki 70%-dən çox olmasını mən gözləyirəmsə, 100% olacaqsa ümumiyyətlə biznes zərəri olacaq. Biznesə zərərdir, istehlakçıya zərərdir. Əgər 70%-dən azla mən qərar qəbul edirəmsə, bu çox güman ki də səhvdir. Amma 70% bir stabil bir şeydir ki, biz deyirik ki, okey, bir balansdır. Biz onu da qəbul eləyə bilərik. Yəni biri var ki, sən büdcəni tamamilə düzgün, doğru xərclədin. Sosial mediaya yerləşdirdin, TV-yə yerləşdirdin, billboarda yerləşdirdin və cəmi il sonunda gəlindi ki, heç bir əlavə xərc, heç bir az xərc olmayıb, birin-birə hər şeyi bağlamışıq və s. Bu göstərici deyil. Əlbəttə ki. Bəlkə mən ümumiyyətlə TV-yə pul xərcləməməli idim. Yəni fərziyyə budur. Yəni bəlkə mən ümumiyyətlə sosial mediaya pul qoymamalı idim. Bəlkə mənim istehlakım ümumiyyətlə sosial mediada deyil. Yəni yanaşma budur. Yəni fərziyyə bunun üzərindən qurulur ki, mən hansı fərziyyəyə uyğun olaraq işimi qurmalıyam ki, o büdcəni xərcləyim və doğru formada xərcləyim. Yəni bu ilk hədəfim nədir? Xidmətim də ona olmalıdır da. Qəşəng söhbətdir. Bəs misal üçün büdcədən gəlsək, sizdə əslində marketinq bir tərəfli deyil də, full funnel var ortada. Bu full funnelın bütün büdcəsini siz mi idarə edirsiniz, yoxsa bunu bölmüsən, hər kəs öz bölməsinin büdcəsini ayrı mı idarə edir? Yox, bizdə ümumiyyətlə büdcə necə formalaşır? Birinci ondan gəlmək lazımdır ki, marketinq büdcəsi toplam dövrəyə gəlirin üzərində formalaşır. Hə, okey. Hətta qlobal baxdıqda bizim məsələn 85 milyard dollar gəlirimiz varsa, bizim marketinq həcmimiz 8.5 milyard, 9 milyarddır. 10% civarında. Hardasa 5-10% civarında dəyişir kateqoriyadan asılı olaraq. Bəzi güclü kateqoriyalarda hansılar ki, artıq o qədər stabilləşiblər ki, onlara daha az büdcə lazımdır. Hə, okey. Bəzi brendlər var ki, onlar stabilləşməyib. Hə. Yəni onlara 10% və ya ortalama bir büdcə lazımdır. İstisna var əlbəttə ki, məsələn, bazarda yeni bir brend, yeni bir bazara giriş və s. olduqda biz 3-5 illik ssenari yazırıq və ilk il sən 35% gəlirin 35%-in marketinq büdcəsi kimi xərcləməyə belə hazırlaşırsan. Konkret olaraq göstərirsən ki, hər bir il mənim bu büdcəm nə qədər faiz düşəcək. Bu faiz də düşə bilər, absolutda stabil qala bilər və absolutda da arta bilər, əgər gəlirlər artırsa, amma faiz olaraq düşəcək. O ki, qaldı büdcələrin bölünməsinə, yox, biz heç və büdcələri bölmürük. Biz dediyimiz bir media meneceri var. O media menecerinin əlində bütün büdcələr var. O qərar verir ki, mən harda nəyi xərcləyəcəm. Amma brend üzrə bu fərqlidir. Yəni brend üzrə bu tamamilə fərqli kateqoriyalar ola bilər, fərqli gözləntilər ola bilər və s. və biz deyirik ki, okey, biz məsələn burada bunu etməliyik, burada biraz belə yanaşma olmalıdır, biraz billboarda daha çox getməliyik, sosial mediada daha çox getməliyik, influencerlər olmalıdır və s. Retail medianı qatmalıyıq burada və s. Yəni kateqoriya brendlərə görə bunlar dəyişirlər. Yəni stabil bir şey yoxdur ki, mən ancaq büdcənin 20%-ni TV-yə xərcləməliyəm. Yox. Şey yox. Bizdə elə bir brend ola bilər ki, yəni o büdcənin 40%-i TV-yə gedir. Elə bir brend var ki, onun büdcəsinin 0%-i TV-yə gedir. Yəni o deyir ki, mən TV-yə ümumiyyətlə çıxmaq istəmirəm. Yəni biz bilirik ki, o TV-yə çıxmamalıdır. Ehtiyac yoxdur ona. Bəs təcrübəndə yeni yaranmış markalar üzərindən söhbət edirəm. Aqressiv marketinqdə hansı alətlərin effektivini daha çox görürsən? Bir, ümumiyyətlə başa düşmək lazımdır ki, bu nə bir brenddir.
Yəni hansı sektorda, industriyadır, onların gücləri varmı gözləntini qarşılamağa? Yəni biz brenddən başlayanda ilk növbədə nədən? Məhsulun özündən başlayırsan. Biz başlayırıq məhsulun özündən ki, mənim məhsulum yaxşıdır yoxsa yox. Kesinlikle. Yəni mən bu məhsulla bu bazarda istehlakçını razı sala biləcəm yoxsa yox və təkcə razılıq yox. Yəni gözləntiləri qarşılaya biləcəm yoxsa yox. Məsələn, mənim кейsimdə, mənim həyatımda olub ki, bizim heç bir imkanımız olmayıb. Biz bir brend almışıq. Bizə bir brend gəlib ki, okey, siz hal-hazırda bu brenddən çıxa bilərsiniz. Marketdə bu brend var. Və biz soruşuruq ki, bu rəqib brendlə müqayisədə necədir və bizə deyirlər ki, formula demək olar ki, eynidir, biraz zəifdir. Hal-hazırda güclü formula brendi üzərində çalışırıq. Onu gətirəcəyik sizə. Hal-hazırda budur. Və biz oturduq, durduq, baxdıq. Biz dedik ki, biz problem yoxdur. Biz bu brendi rəfləyərik, distribusiyasını təşkil eləyərik və s. Çünki şirkət adı var, brend yerləşdirərik. Biz bilirik hansı kanallarda yerləşdirmək olar bu brendi, hansı kanallarda ümumiyyətlə bu brendi yerləşdirmək olmaz. Amma reklama gəldikdə biz dedik, yox, biz reklam eləməyəcəyik bu brendi. Çünki olmaz eləmək. Əgər sən rəqibdən zəifsənsə, bu brendi heç vaxt reklam etmək olmaz. Güçlü. Yəni sən əgər gözləntiləri qarşılaya bilməyəcəksənsə, yəni biz bunu öz axarına buraxaq. Yaxşısı odur ki, ümumiyyətlə reklam olmasın. Bizim anlayışımız, ümumiyyətlə düşüncə tərzimiz odur ki, hansı ki tamamilə ona qarşıdır ki, yaxşı brend özünü reklam etmir. Biz tamamilə ona qarşıyıq. Biz əksinə deyirik ki, sən nə qədər güclü brendsən, o qədər də çox özünü yaxşı reklam etməlisən. Yes. Çünki daha çox insan bilməlidir ki, sən varsan. Keşke. Çox xoşuma gəldi bu yanaşma. Məhsulun daha yaxşıdırsa, daha çox üzərinə qoymalıyam. Daha yaxşı deyilsə, birinci git məhsulu düzəlt, sonra reklam eləyərsən. Çox qəşəngdir. Bugün amma məsələ bilsən necə baxırlar? Reklamın pulunu artır. Reklam büdcəsini artıra bildiyin an. Sən yazın var idi bir dənə. Təsir edən marketinq, yəni insanlara yəni təsir etməlidir məhsulumuz və yaxud gördüyümüz iş. Amma bir tərəfdən də həm də kommersiya rəhbərsən də, şirkətin kommersiyasına cavab deyilsən. Yəni mənfəətə də cavab deyilsən. Bu iki dəyər bir-biri ilə toqquşanda, ziddiyyət təşkil edəndə necə qərar verirsən? Bizdə bu ziddiyyət heç vaxt təşkil etmir əslində. Nəyə görə? Çünki mən deyəndə mən nəyə görə şirkətdə qalmışdım uzun müddət. Birinci faktorlardan biri insanların iş alınması, ikinci disiplin idi. Üçüncü ən vacib istehlakçı həmişə mərkəzdədir. Bütün qərarlar istehlakçıdan başlayır. Yəni bu klişe bir deyiliş ola bilər. Amma əsas heç kəs sizi görməyəndə şirkət daxildə siz bunu müzakirədə deyirsinizsə, ən önəmlisi odur. Yəni sizi heç kəs izləmirsə və siz həqiqətən də bunu deyirsinizsə, ən önəmlisi oradan başlayır ki, siz ən birinci növbədə istehlakçını fikirləşirsiniz. Yes. Məsələn, bizdə belə bir case olmuşdur ki, bizim istehsalat komandası bizə gəldi ki, bəs sizin bir brendiniz ikinci brenddən marketdə, hansı ki rəqibdir, ondan 4 dəfə güclüdür formulası. 4 dəfə güclü formula o deməkdir ki, siz 4 dəfə daha çox xərc çəkirsiniz nəyəsə. Yes. Və gəldilər ki, biz bunu düşünürük, biz əslində biraz mənfəətimizi artıra bilərik. Biz bunu 4 dəfə yox, 3 dəfə güclü eləyə bilərik. Biz biraz brendi zəiflədə bilərik formulasını və heç bir təsir olmayacaq. Yəni ki, heç kəs bilməyəcək, görməyəcək və s. Yəni ki, heç bir ingredient çıxartmırıq, sadəcə olaraq ingredientin ölçüsünü azaldırıq nədəsə formulada və biz düşünürük ki, belə bir şey olacaq. Fikirləşin, deyin bizə nə düşünürsünüz. Əgər razısınızsa biz təchizatla danışaq və s. və biz bu ingrediyenti biraz azaldaq və bu bizə əla bir mənfəət gətirəcək. Biz daxildə getdik, danışdıq,
bizim komandalar müzakirə elədik və s. və sonunda gəldik ki, yəni uşaqlar biz danışdıq bunu. Biz qərara gəldik ki, yox biz istəmirik azaltmaq. Qalsın 4. 4 dəfə güclü formula qalsın. Və bizə gəldilər ki, biz burada mənfəət qazana bilərdik və s. Yəni ki, başa düşürük sizi, razıyıq sizin qərarına. Sadəcə olaraq bizə izah eləyin. Biz dedik ki, bizim istehlakçı bizi seçir. Ona görə ki, biz 4 dəfə güclüyük, 3 dəfə güclü deyilik. Yəni istehlakçı məni 4 dəfə güclü olduğuma görə seçirsə, mən əmin deyiləm ki, o 3 dəfə güclü olduğuma seçəcək. Eyni şey bizdə logistika ilə məşğul olur. Məsələn, hər bir departament, hər bir şöbə çalışır ki, istehlakçı mərkəzdə olsun. Yəni mən istehlakçıya maksimum xeyir gətirə bilim. Logistika gəlir ki, mən fikirləşmişəm, mən marşrutları dəyişə bilərəm. Və düşünürəm ki, bizə hardasa 10% biz 10% qənaət eləyəcəyik. Siz iki formada yanaşa bilərsiniz buna. Siz ya qiyməti dəyişmirsiniz, 10% gedir sizin cibinizə. Heç bir şey dəyişmir, olduğu kimi davam edirsiniz. Amma logistika komandası gəlir ki, biz düşündük 10% biz qənaət eləyəcəyik. Biz qiymətləri 10% aşağı sala bilərik. Daha çox istehlakçıya çata bilərik. Daha çox istehlakçı bizə ala bilər. Bu da. Əgər onlar o yanaşma ilə gəlirsə, bu o deməkdir ki, istehlakçı mərkəzdədir. Yəni insanlar bugünü yox, bugünün mənfəətini yox, bu ilin mənfəətini yox, onlar gələcəyi düşünürlər. Yəni kommersiya, marketinq hamısı birlikdə böyük bir rəsmin içindədir. Əgər biz onları birləşdiririksə, bunlar əslində bir-birindən uzlaşan çox güclü bir konseptlərdir. Yəni tamamilə fərqli bir şeylər deyil. Yəni kommersiya o demək deyil ki, mən yalnız gəliri düşünürəm. Yox, mən düşünürəm, bəli, mən düşünürəm hansı məhsulum olsun marketdə. Mən düşünürəm hansı məhsulum hansı kanalda olsun. Mən istəmirəm istehlakçının mənə almadığı kanalda ona uyğun olmayan bir məhsul tətbiq etmək, yəni ora qoymaq. Mən istəyirəm ona uyğun məhsul qoymaq. Və eyni formada da yəni mən lazımsız endirim də vermək istəmirəm. Yəni əgər bu insan mənə alırsa, mən endirim verə-verə mən onun gözündə yalnız endirimli məhsul kimi də qalmaq istəmirəm. Çünki uzun müddətdə bu brendə öldürəcək bir şeydir. Zərər verir. Yəni bu brendə zərər verən bir şeydir. Yəni qısa müddətdə biz qazana bilərik nədəsə, amma uzun müddətdə siz bunu heç vaxt qura bilmərsiniz. Həmişə mən bunu bütün tədqiqatlardan da görürəm hamısından ki, krizis periodları siklikdir. Onlar baş verir. Onlar həmişə baş verir. Amma siz gedib soruşsanız o insanlardan ki, krizisdədirlər və iqtisadiyyat böyümədə olan ölkələrdə də soruşsanız, krizis yaşayan insanlar da deyəcəklər ki, tutalım mən istəyirəm X brendi. İqtisadiyyatı yaxşılaşan insanlar da deyəcək ki, mən X brendi istəyirəm. Sadəcə olaraq onların bu brendə yaxınlaşma məsafəsi biraz fərqli ola bilər. Amma bu o dəyişmir ki, bu insanlar siz istifadə eləmək istəyir yoxsa yox. Onlar siz istifadə eləmək istəyir. Yəni mən də Rolex almaq istəyirəm. Mən də almaq istəyirəm. Siz də almaq istəyirsiniz. Məncə Ramil də almaq istəyir. O da almaq istəyir. Yəni cibində 1 milyon dollar olan insan da Rolex istəyə bilər. Sadəcə olaraq bizim imkanlarımız fərqli ola bilər. Amma biz bunu istəyirik. Biz istəyirik ki, bizim brendimiz həmişə o istək zonasında olsun. Bizə fərqli deyil. O bugün ala bilər onu yoxsa yox. Bizim üçün fərqlidir ki, o bizi istəyəcəkmi yoxsa yox. Biz onun üçün qalacağıq o istək zonasında yoxsa yox. O da əsas. Əslində value'larınız çox gözəldir. Son bir sualım. Buradan bizi izləyəcək əsasən tələbələrə, gənclərə, marketinqə yeni başlayanlara nə kimi tövsiyələr verərsən, karyeraları və inkişafları ilə bağlı nələrə diqqət eləsinlər və nələrin üzərində daha çox çalışsınlar? Mənim tövsiyəm nə ola bilər? Kəsiri olan bir tələbə kimi. Kəsiri olan bir tələbə kimi. 2 uşağı olan bir tələbə kimi. Mən nə tövsiyə edə bilərəm ki, bugünü fikirləşmək lazım deyil. %100 fikirləşmək lazım daha uzun müddətli. Fikirləşmək lazımdır ki, 3 ildən sonra, 6 ildən sonra,
10 ildən sonra nə olacaq? Və bunu bölmək fərqli ssenarilərə. Belə olarsa mən nə edə bilərəm? Belə olarsa mən nə edə bilərəm? Biz buna horizon ssenariosu da deyirik. Fərqli ssenariyalar qururuq. Həm neqativ, həm pozitiv fərqli ola bilərlər. Yəni ki, bir də keçmişə baxmaq lazımdır. Yəni tarix bizi çox şey öyrədir. Hal-hazırda insanlar məsələn AI boom'dan danışır. Ki AI boom'dur və s. Çünki keçmişdə ağırlı .com olub. Amma .com olub, amma heç vaxt ondan 2 il sonraki prosesi heç kəs danışmır. Bubble partladı, amma yenə də .com davam elədi. İnternet ölmədi. İnsanlar deyirdi ki, internet öləcək həmin vaxt, amma internet ölmədi. Əksinə sosial medialar və s. internet daha da genişləndi. Eyni formada da indidir. AI hansısa müddətdə dayana bilər, dura bilər, nəsə bir problemlər yaşanacaq və s. amma süni zəka davam eləyəcək böyüməyə. Yəni biz ona tam əmin ola bilərik. Bir əsas mən düşünürəm ki, daha tangible, necə deyirlər, toxunuş olacaq bir işlərə də toxunmaq lazımdır. Yəni sonda bir toxunuşu gətirəcək bir məhsullara da toxunmaq lazımdır. Çünki fərziyyə üzərində qurulmuş və ümumiyyətlə yazı üzərində qurulmuş bir çox işlər yəqin ki, yavaş-yavaş yox olacaq. Və bir insanın sadəcə olaraq bir işi görməsini məcbur edəcək işlər yəqin ki, yavaş-yavaş aradan qalxacaq, çünki buna ehtiyac olmayacaq. Daha çox insan zehni daha strateji bir şeylərə fokuslanacaq. Ya strateji fokuslanacaq, ya da bir şey yaratmalıdır. Hansın ki AI yarada bilmir. Düzdür, AI robotics da gəlir. O da başqa bir belə deyək, imkanlardır. Amma o birdən-birə sözsüz ki, geniş olmayacaq, almayacaq hər şeyi. Bəlli sektorlarda olacaq. Amma yenə də yəni bu formada yanaşmaq lazımdır. İkinci formada odur ki, hər zaman öz dəyərlərinə sadiq qalmaq lazımdır. Yəni əgər biz nəyisə özümüzə uyğun görmürüksə, biz buna heç vaxt istehlakçıya uyğun görməməliyik. Yəni marketinq dilindən danışsaq. Yəni əgər mən istəmirəmsə ki, istehlakçı bunu alsın, yəni mən istəmirəm bunu almaq və düşünürəm ki, istehlakçı bunu bir dəfə alacaq və onunla da bitəcək. Bu bir yanaşma deyil. Yəni bu bir dəyər yaratması deyil. Biz istəyirik ki, istehlakçı alsın və davam eləsin almağa. Alsın, paylaşsın digərlərinə. Özü almasa, ala bilməsə, istəsin almağı, digərlərlə paylaşsın və s. Yəni bizim istəyimiz budur. Yəni bu dəyərləri davam etməyə lazımdır. Və əlbəttə ki, hər bir kəs öz şəxsi dəyərini bilməlidir. Yəni bilməlidir ki, mən kim olmaq istəyirəm, mən nə olmaq istəyirəm və nəyə doğru getmək istəyirəm. Və hər bir şeydə bir öyrənməli, xeyirli bir şey götürməlidir məncə. Yəni istənilən nə iş görürüksə, biz ondan nəsə bir yeni bir şey öyrənə bilərik. Hər bir şey. Yəni bu istənilən bir şey ola bilər. Siz kiməsə qapı aça bilərsiniz, siz öyrənə bilərsiniz kimlərə necə qapını açmaq, hansısa formada qapını açmaq. Kimsə ofisiant ola bilər karyerasının başlanğıcında. Mən məsələn ofisiant işləmişəm və mən düşünürəm ki, mənim karyeramda böyüməmdə ən böyük təsir eləyən bir şeylərdən biri də sırf ofisiantdır. Mən məsələn şəxsən istəyərdim ki, mənim oğlum əgər marketinq kommunikasiyada davam eləmək istəyirsə, o da bəzən istəyir, bəzən istəmir. O mütləq ofisiant olmalıdır. Çünki istənilən insanla təmasda olacaqsınız. İstənilən insanı görəcəksiniz və insan davranışlarını başa düşəcəksiniz. İnsan psixologiyasını başa düşəcəksiniz. Məncə hər şey oradan başlayır sırf olaraq. Və hər bir işdə dediyim kimi sadəcə olaraq yeni bir şey götürmək. Və buna bir düşünməmək ki, bir vaxtım keçdi, mən nəyisə gecikirəm, yox. Əksinə biz tələsirik. Vaxt əslində çox yavaş keçir. Biz sadəcə olaraq tələsirik. Yəni bizim yaşımızda insanlar
xaricdə hələ yeni-yeni magistratura oxuyurlar. Lazım. Yeni-yeni kimsə 2-ci bakalavr oxumağa başlayır. Təzə evlənirlər. Təzə evlənirlər. Yəni biz hər zaman çalışmışıq qabağa getmək, hər zaman çalışmışıq köç girmək və bu da çox normaldır. Çünki biz o nəsil olmuşuq ki, öz valideynlərimizi saxlayacaq nəsilik. Yes. Və mən ümid edirəm ki, gələcək nəsil artıq bu təzyiqlə böyüməyəcəklər. Bu təzyiqlə yaşamayacaqlar. Yəni mən arzu edirəm ki, məsələn bizim uşaqlarımız və indiki gələcək nəsil artıq valideynlərini saxlamaq, böyütmək, onların yaşamasını təmin etmək üçün yaşayacaq insanlar olmayacaq. Onlar özləri üçün yaşayacaq insanlar olacaqlar. Ümid edirik. Yəni o zaman artıq biz nə istədiyimizi, necə istədiyimizi, nə zaman istədiyimizi çox yaxşı bilirik. Daha yaxşı bilirik. Təşəkkür edirəm Məryəm. Mən təşəkkür Çox maraqlı söhbət idi. Çox sağ olun. Ümid edirəm başqa podkastlarda görüşərik.